Antifrizdə elə bir ki, onların da kimyəvi tərkibləri fərqli olur. Məsələn, qlikol tərkibli olur. Məsələn, adətən belə deyək də, Avropadan gələn antifrizlərdə hansı ki, mənfi temperatura davam gətirirsə, məsələn, mənfi 38 olsun, mənfi məsələn 35 olsun, fərqi yoxdur. O standartda nə yazılıbsa, onun tərkibində həmin standartda cavab verir. Amma belə deyək, o demək deyil ki, məsələn, Rusiyada istehsal olunan antifriz Avropadakından keyfiyyətsizdir. Məsələn, yağlardan fərqli olaraq antifrizin texnoloji istehsal prosesi elə də qəliz deyil də. Ola bilər ki, mən sizə açıq deyim ki, ola bilər ki, Bakıda istehsal olan antifriz, əgər istehsal prosesi tam düzgün riayət olunubsa, heç də Avropadakından geri qalmaya bilər. Və burada artıq qiymət fərqi həm daşınmasından, həm də gəldiyi ölkədən asılı. Həm gəldiyi ölkədən, həm elə daşınma, gömrük xərcləri, onlar təsir göstərə bilər. Amma bir şərtlə ki, həmin o zavodda antifrizlər düzgün standartlara uyğun istehsal olunsun. Avropa antifrizlərinə biz niyə etibar edirik? Çünki əmin oluruq ki, orada bütün tərkibində olan standartlar və hansı temperatura kimi o yəni donmayacaq və yaxud da tək donmadan yox, o istiliyin də qarşısını alır müəyyən dərəcədə. Məsələn, antifrizin qaynama dərəcəsi sudan yüksəkdir. Yəni, bunlar standarta cavab verməyə Avropa ona görə etibar edirik ki, mən özüm də məsələn Avropa antifrizinə etibar edirik. Amma standarta cavab verən, məsəl üçün, Rusiya olsun və yaxud Türkiyə antifrizi olsun, onlar da ola bilər ki, keyfiyyətli olsun.